Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin nebiyina Muhammedin ve ala alihi ve ashabi ecmain ve ba'd. Və sonra şeyx buyurur, sələflərin Ramazanda olan əl açıqlığı və kəramətliyi haqqında və buyurur ki, "Və əmmə halü sələf mə'al kərəm və cud fi şəhr Ramazan." Sələflərin Ramazan ayında əl açıqlığına və kəramətli olmasına gəldikdə isə buyuruyor, "Fə'əcəb, çox təəccüblidir. Fəqudvatuhum Nəbiyyuna sallallahu aleyhi və səlləm kənə əcvədin nəsə bil xeyri yəqul İbn Abbas radiyallahu anhu." Və onların ən öndəri Peyğəmbər sallallahu aleyhi və səlləmdir. Və insanların ən xeyirlisi necə İbn Abbas radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmi vəsf edərək buyurur. Və kənə əcvədə mə yəkunu fi Ramazan. Peyğəmbər ən çox səxavətli olduğu dönəm Ramazanda olardı. Və hinə yəlqahu Cibrilə, o Cibril ilə görüşdükdə yüdərisul Quranı tədris edərdi. Və həmçinin buyurur ki, "Fəizə ləqiyə Cibrilə kənə əcvəd bi xeyrin minər rihil mursələ." Və deyir, Cibril ilə görüşdükdən sonra, yəni Peyğəmbər s.ə.v müjdə gətirən küləkdən belə daha nə idi? Daha səxavətli idi. Və buyurur ki, "Və həzə İbn Ömər, bu İbn Ömərdir radiyallahu anhu, Allah ondan və atasından razı olsun. Kənə yasumu və lə yaftar illə mə məsəqə." O oruç tutar, yalnız miskinlərlə, kasıblarla bir yerdə iftar edərdi. Fəizə mənə əhləhu ləm yətəəşşə tilkə leylə. Və onun əhliləri ona mani olardısa, ev əhli onlara, yəni kasıblarla bərabər yemək yeməyə, iftar açmağa mani olarsa həmin gecə axşam yeməyini yeməzdir. Və yəqulu Yunus ibn Yazid. Yunus ibn Yazid də buyurur ki, Kən ibn Şihab Zuhri rahiməhullah İzə daxalə Ramazana qalə fə innəmə huvə tilavətul Quran və təamid taam. Və o Ramazan ayı daxil olduğunda deyərdi, bu ay Quran və tilavət və yemək yedizdirmək ayıdır. Yəni, təsəvvürlə İbn Ömərdən gələn həmçinin əsərdə gördük ki, İbn Ömər radiyallahu anh, yəni kasıblarla bir yerdə yeyər və ona mani olduğunda əhli həmin gecəni yemək yeməz. Və Zuhridən gələn rəvayətdə isə Rəhməllah buyurur ki, nədir? Zuhri Rəhməllah deyərdi ki, bu ay Quran ayı və yemək yedizdirmək ayıdır. Və həmçinin Fiseyr Ələm-i Nübələ kitabında İmam Zəhəb Rəhməllah buyurur və deyir, Kənə Həmməd ibn Əbi Süleyman yaqtulu kulli yevmən fi Ramazana 50 insanən. Həmməd ibn Süleyman rahiməhullah Ramazan hər günü 50 insan ilə, 50 oruçtan ilə iftar edərdi. Və İzə kən lillətul fitr və Ramazanın sonu gəldikdə, bayram axşamı olduqda, kəsəhum səvbən və ətə li kulli vəhdin mi'ətə dirhəmin, onların hər birinə bir paltar verər və hər birinə 100 dirhəm verər. Subhanallah. İnsanın əl açığına baxın. Yəni təsəvvür et ki, hər gün 50 insanla iftar edər və fitr bayramı gəldikdə, Ramazan bayramı gəldikdə, Ramazan gecəsi, bayram axşamı və onların hər birinə bayramda geyinməsi üçün təzə paltarlar verər və hər birinə də 100 dirhəm verər. Və bu sələflərin necə əl açıq olmasından xəbər verir Ramazanda. Bəzi insanlar görsə Ramazanda daha da paxıllaşır. Qoy başqası alsın, başqası xərcləsin. Hətta bəzən görürsən ki, subhanallah, Ramazanda yetimləri belə sevindirəcək işlər görmürlər. Yetimləri sevindirək bir dəst paltar alıb, bayram paltarı yetimə vermirlər. Hətta bəziləri o qədər paxıldır ki, öz əhlinə, əyalına, evladlarına belə bayram günü sevindirmir. Lakin sələf başqalarını sevindirir. Hər gün 50 insana iftar verər və bayram günü, bayram axşamı gəldi onların hər birinə bir təzə paltar alıb verər və 100 dirhəm verər. İbn Rəcəb rahiməhullah buyurur ki, Qalə Şəfi rahiməhullah, uhibbu li raculun ziyadətə bil cəvdi fi şəhr Ramazan iqtidən bir Rasul sallallahu aleyhi və səlləm. Deyir, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə iqtida edən, Peyğəmbər s.ə.v özünü örnək götürən, Ramazanda örnək götürən kişini, əl açıqda özünü örnək götürən kişini sevirəm
Və li həcətin nəsi fihi ilə masalihim. Çünki onun nədir? İnsanların ona ehtiyacı var. Və li təşəğülüm kəsirin minhum bis-savmi və salat an məkasibihim. Çünki insanların çoxu Ramazan ayında deyir ki, nədir? Qazanc yerlərindən namaz qıldıqlarına görə, oruç tutduğuna görə nədir? Məşğul olurlar. Uzaq düşürlər. Və buyurur ki, və it'amun yasir law tezhabu min mat'amin minal mata'im tasiqu fi sahibihi və təqul lehu kam teklifu vecibetul iftar. Və deyir ki, yedizdirmək hasaddır. Və buyurur ki, sən güvəndiyin yeməkxanalarından birinə gedib və ondan bir yemək, yəni bir öynə yemək nə qədər pul tutur ondan soruşursan və çox deyil vaxtı sənə 10-15 dirhəm arası deyərlər və bunu deyir öz maaşından və yaxud da pulundan ayırırsan 100 şəxsin 1000 dirhəm verirsən və yaxud da 500 dirhəm verirsən 100 və ya 50 şəxsin həzə ithamu və xassaha bir Ramadan və la tuxbir əhədən və deyir bu Ramazanda və heç kimə xəbər verməyirlər. Yəni çalış gizlin olsun. A'ta həzər rəcül və ihdə cəmiyyət muhtəxəbə və elə də cəmiyyətə var ki, bu işlə məxsusdur. Yəni sən onlara pulları verirsən, onlar nədir? İnsanlara müəyyən olan yerlərə çatdırırlar. Və bu gün görürsən ki, həqiqətən bu hasanlaşıb. Bu günləri yəni ölkələrdə və cəmiyyətlərdə və müəyyən şəxslər var ki, onlar müsəlmanların bu işlərin hasanlaşdırmasını eləyirlər. Yəni insan özü də bilmədən yəni bu işlə məşğul olanların kartına deyim, yəni özlərinə pul yollayırlar və onlara deyirlər ki, müəyyən bir adam 30, 40, 50, 100 adamı yedizdir günə. Və təsəvvür elə ki, insan bilmədən də xeyrə nail olur və insanlar onu tanımadıqdan belə onun üçün Allaha dua edirlər, malının bərəkətli olmasın və ömrünün bərəkətli olmasını Allahdan diləyirlər. Və bu Ramazanda da bu işləri artırmaq lazımdır, bu xeyir əməllərə çatmalı. Yəni insan sevinməz bu Ramazanda neçə kasıb yedizdirə bildim, neçə kasıba iftar verə bildim. Həris olmalıyıq hər birimiz bunu əməli yerinə yetirməyə. Aleykümselam və rəhmətullah və bərəkatuhu. Və indəhum وهذا فيه إتمام من فطر صائما كان له مثل أجره دون أن ينقص من أجورهم أو من أجره şey'en. Və bu da Ramazanda bir adama iftar verməyin böyük əcri qazanmasına səbəb olur. Necə ki, hədisə gəlir ki, yəni onun əcrindən heç bir şey azalmaz. İnsan bir oruç tutanı yedizdirdiyi təqdirdə onun əcri qədər, onun savabı qədər ona da savab qazanar. O da savab qazanar və oruç tutanın savabından heç nə azalmadan. Və nəcidu fi biladina minəl adəti tayyibəti ənə ciranə yətəbədəlunə tə'amə və kulli beytin yursilu ilə sən'i ta'amin ərsələ ilə ciranihi və həzə əmrun tayyibun إذ فيه جود بالطعام والصلة بالجيران وصلة الأرحام كذلك. Şeyx öz ölkəsindən danışır. Bizim ölkədə gözəl bir adət var ki, insanlar yeməyi dəyişirlər bir-biri ilə və bir-birinə yeməklər yollayırlar podnisdə və deyir nədir, onlar qonşular arasında və qohum-əqrəba arasında baş verir. Bu da deyir nədən xəbər verir? Onların səxavətliyindən və bir-birləri ilə qonşuluq əlaqələrinin, qohumluq əlaqələrinin möhkəmlənməsindən xəbər verir. Yəni insan hədiyyələşdikcə, bölüşdükcə, yardımlaşdırdıqca aralarında olan o məhəbbət, o istilik artır. Yəni əksi təqdirdə isə yəni insan görürsən ki, bunlardan məhrum olduqca bir-biri ilə yardımlaşmaqdan da məhrum olur və xeyirdən məhrum olur. Və necə Yaqul Əbu Zər radiyallahu anh buyurur ki, Əyyuhən nəs inni ləkum nasihun, inni aleykum şəfiqun. Ey insan, mən sizə bir nəsiyyət edənəm, bir nəsiyyətçiyəm və sizin üçün bir şəfiqəm. Şəfiq nədir? Yəni xeyir istəyən, xeyri bilib ona yönəldən, şəri bilib ondan çəkindirən, muşfiq deyirlər. Və buyurur ki, sallu fi zəlmətil leyli vəhşətil qubur. Qəbir vəhşətindən, qəbir yəni qorxu, yəni şiddətindən qorxaraq gecələri namaz qılın. Və sumu dünya li harri yevmin nəşur. Bu dünyada qiyamət günü gəlmək üçün oruç tutun. Yəni qiyamət günü biz bilirik ki, qiyamət günü susuzluğu var
və qiyamət günü o susuzluğu hiss etməyənlər, oruç tutanlar olacaq. Necə ki, oruç tutanlar Rayyan qapısından daxil olacaqlar, yalnız onlar daxil olacaq və oruç tutanlar daxil olduqdan sonra isə o qapı bağlanacaq. Və Şeyx Əhməd Nəcmi rəhməhullah bu xüsusda gözəl bir söz deyir. Yəni insan öz nəfsin, yəni bu müəyyən saatlara susuzluq dözməsi ondan 500 min il olacaq susuzluğu, 500 min olacaq susuzluğu aradan aparacaq. Və buyurur ki, və təsaddaqu bi məxafətən yevmil əsir və deyir, qorxun çətin gündən və sədəqə edin. Ya eyyuhən-nəs inni lakum nasihan, ey insanlar, mən sizin üçün bir nəsihət edənəm. İnni aleykum şəfiqun, mən sizin üçün bir xeyir istəyənəm. Və əmmə hədyu sələfuna fi hifz siyamihim. Və şeyx sonra insanın necə orucunu hifz edə biləcək, orucuna xələl gətirəcək, orucunu korlayacaq, orucunun savabını azaldacaq əməllərdən danışır. Və bu barədə inşallah gələn səs yazmada Allahın izni danışarıq. Allah Subhanahu taala bizləri bu Ramazanda səxavətli olanlar, əl-açıq olanlardan, yedizdirəndən etsin və bizləri xeyirlərə müvəffəq etsin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed və alə alihi və ashabihi əcməin.